Sosial şəbəkələrdə yayılan iddialara görə məktəb direktorunun tapşırığı ilə onun və müavinin avtomobilləri məktəbin texniki işçiləri tərəfindən yuyulur. Məktəbin direktoru Esmira Məmmədova bildirib ki, 240 saylı orta məktəbdə Dövlət İmtahan Mərkəzinin keçirəcəyi imtahana hazırlıq ərəfəsində təhsil ocağında təmizlik işləri aparılırmış. Avtomobillərin də yağışdan sonra toz içində olduğunu görüb, onu da yumağa başlayıblar. Texniki işçilər tərəfindən maşının yuyulması bu mümkün olan bir şey deyil. Qadın maşın yumaz və mən əgər texniki işçilərimə maşın yumaq təklif edirəmsə, o birinci növbədə mənim özümə hörmətsizliyim olar. Texniki işçiləri Həqiqət Süleymanova və Məlahət İlyasova ilə də əlaqə saxladıq. And içərəm tək övladımın canı heç vaxt eləmədi. Yəni onlar qızlar zarafat yanı götürüb şlankı ora vurur. Məni heç kim məcbur eləyə bilməz ki, get mənim maşınımı yuy ya da mənim mavimin maşınımı yuy. Mən uşaq deyiləm, mənim 53 yaşım var xanım. Yəni sizə belə bir tapşırıq verilməyib? Allaha and olsun ki, verilməyib.